81-ci sualda verilib ki, ABCD düzbucaqlı trapeziyasında AB perpendikulyardır BC-yə. BC 4CD 12 olarsa, deməli ADC 60 dərəcə, trapeziyanın orta xəttini tapın. İlk öncə burada deməli AB BC-yə perpendikulyardır. Buradan bir hündürlük endirək 90 dərəcə. Burada deməli indi baxaq 90 60 30. 30 dərəcəli bucağın qarşısında duran katet hipotenuzun yarısıdır. Deməli, bura olacaq 6. 60-ın qarşısında duran katet digər katetin 6 kök altı, deməli kök altı 3 mislidir. Bu olacaq 6 kök altı 3. BC burada bir H deyək. BC 4, burada 4. Ümumi oldu 10. Bu oturacaq 10. Digər kiçik oturacaq 4. Orta xətt nəyə bərabər idi? Trapeziya orta xətt bərabərdir. Oturacaqların cəminin yarısı. Cavab olacaq 7.